Torpaq sahibləri öz mülklərini nəsildən nəslə ötürmək, satmaq, bağışlamaq hüququ aldılar. Bu islahat Azərbaycanda feodalların torpaq hüquqlarının güclənməsi ilə əlaqədar yeni bir mərhələnin başlaması demək idi. Əsasnamədə həmçinin sahibkar kəndlilərinin vergi və mükəlləfiyyətlər məsələsinə də toxunulurdu. Kəndli ailələri bir nəfəri öz iş heyvanı və alətləri ilə birlikdə ildə 18 gün müddətində bəy təsərrüfatında bir ara göndərmək məcburiyyətində idilər. Burada bizim gördüyümüz qədərilə söhbət birinci növbədə 1846-cı il reskriptindən, ikincidə isə 1847-ci il kəndli əsasnaməsindən gedir. İndi şərtinə baxırıq. Deyir ki, birinci mətndə bəhs edilən islahatdan fərqli olaraq ikinci mətndəki islahata aiddir. Yəni 47-yə aid olan bir xüsusiyyət axtaracağıq. Kəndlilərə mülkədar tabelisi adı verilməsi bu 1846-cı ilə aiddir. Ona görə bunu çıxardırıq. Bəylər kəndlilər üzərində polis və məhkəmə hüquqları aldılar. Bu həm 46-cı ildə var, həm 47-ci ildə var. Oxşar xüsusiyyət olduğuna görə bunu da çıxardacağıq. Kişi cinsindən olan kəndlilərə pay torpağı verilməsi nəzərdə tutulurdu. Bu 47-ci il əsasnaməsinə uyğun gəlir. Bizim düzgün cavabımız budur. Xəzər vilayətinin ləğv edilməsi isə ümumiyyətlə bu kəndli əsasnamələri ilə əlaqədar deyildir. Bu idarə etməklə bağlı bir islahatdır. Ali müsəlman təbəqəsinin torpaqlarının müsadirəsi dayandırıldı. Bu da yenə bu əsasnamələrlə əlaqədar deyildir. Bu proses 1842-ci ildə dayandırılmışdır. 43-cü ildə isə ali müsəlman silkinin yaradılması təsdiq olunmuşdur. Bunun da qarşısına çıx işarəsi qoyuruq.